Salam hörmətli izləyicilər, aktual gündəm efirdədir. Bugün qonağımız Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərlidir. Natiq bəy, xoş gəlmisiniz. Xoş gördük. Biz bilmək istədiyimiz, pensiyaların ödənilməsi ilə bağlı dövlətlərdə həmişə bu sosial siyasət içərisində əhəmiyyətli pay tutur pensiya ödənişləri. Ölkəmizdə bu son illərdə aparılan pensiya sistemində bununla bağlı hansı dəyişikliklər olub fikrinizcə? Əslində 2006-cı ildən bəri pensiya hesablanması qaydaları, yığım məsələsi, ödənişlərlə bağlı bir neçə dəfə ciddi dəyişikliklər olub pensiyalarla bağlı. Əvvəl məsələn staja görə daha önəmli hesablanırdısa, indi hamımızın sosial müdafiə fondunda bir yığım hesabımız var çalışanların. Ora ödədiyimiz vəsait daha çox önəmli olur və indi hər dəfə minimum təqaüd artdıqca əhalinin həmin sığorta fonduna ödədiyi vəsaitin məbləği də, minimum məbləği də artır. Bu ilin yanvarın 1-nə qədər 42.230 manat idi, səhv eləmirəmsə, indi 46.000-i keçdi. Çünki minimum əmək haqqı artan kimi avtomatik olaraq, minimum təqaüd artan kimi avtomatik olaraq bizim yığım fonduna ödədiyimiz vəsaitin minimum həcmi də artır. Bunun müsbət tərəfi ondan ibarətdir ki, kim normanı doldura bilirsə, yəni minimum o hissəni doldura bilirsə, daha yüksək təqaüd alır. Problemli tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda ümumilikdə əmək haqqlarının həcmi o qədər də yüksək deyil deyə əhalinin böyük bir qismi o normanı doldura bilmir. Yəni iş həyatı zamanı o normanı doldura bilmir. İndi məsələn 46.000 yuvarlaq rəqəm kimi götürsək, 46.000-dirsə, ola bilər ki, gələn il minimum təqaüd yenidən artırılsın. O artan kimi avtomatik olaraq bu məbləğ də artacaq. Bir də 50.000-ə qədər arta bilər. Dəfələrlə biz bu haqda təkliflər vermişik ki, qanunvericilikdə o bağlantını çıxartmaq lazımdır məncə. Çünki bu avtomatik baş verir. Yəni minimum təqaüdün artması pozitivdir. Hamı istəyir ki, təqaüdlər artsın. Amma qanunvericilikdə o bağlantı olduğuna görə avtomatik olaraq sosial DSMF-yə ödədiyimiz vəsaitin minimum hissəsi, o yığımın minimum hissəsi də avtomatik olaraq artır. Ona görə də yaxşı olardı ki, bir dəfəlik bu təqaüd fonduna ödənilən vəsaitin həmin o minimum təqaüdə bağlı hissəsi götürülsün, bir ağlabatan bir məbləğ, minimum məbləğ hesaplansın ki, onu toplamağa insanların, belə deyək də, imkanı və fürsəti olsun. Burada bir statistik analiz aparmaq lazımdır. Ölkədə 1.200.000-dən çox təqaüdçü var indi və onlara baxmaq lazımdır, onların tərkibində ki, neçə faizi o normanı doldura bilir. Məsələn, son rəqəmlərə görə heç 3/1-ə çatmır o normanı doldurmaq. Deməli, o normanı aşağı çəkməyin zamanı yetişib ki, o qanunvericilikdə o bağı götürüb normanı aşağı çəkirsən və bir çox insanlar, ən azından heç olmasa bir 50% insanlar o normanı doldura bilsin ki, normal da təqaüd ala bilsinlər. Bu birinci məsələ. İkinci məsələ özəl təqaüd fondları ilə bağlıdır. Uzun zamandır müzakirə olunur, dəfələrlə bununla bağlı ictimai müzakirələr açılıb, amma təəssüf ki, hələ də həll olunmuyor. Bu niyə vacib? Vaxtaşırı olur mu? Bəli, bu yaxınlarda yenə bu təkliflər oldu. Əslində, maraqlı cəhət ondan ibarətdir ki, qanun bunu qadağan etmir. Yəni, bizdə qanunvericilikdə özəl təqaüd fondları qadağan deyil. Sadəcə onun fəaliyyət imkanları və fürsətlərini tənzimləyən qanunvericilik baza yoxdur. Bu niyə vacibdir? Bizim indi seçim imkanımız yoxdur. Hər bir çalışan insan avtomatik olaraq Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumları ilə avtomatik müqavilə bağlayır və ora ödənişlər edir. Bizim seçim imkanımız yoxdur. Biz özəl təqaüd fondları, bir neçə özəl təqaüd fondları yaransa ki, biz bunu çox istərdik, dövlət zəmanəti ilə fəaliyyət göstərəcək o fondlarda bizim seçim imkanımız olacaq. Yəni biz fərdi müqavilələr bağlayacağıq və bizim topladığımız vəsaitdən istifadə etmək hüququmuz da yaranacaq. İndi o hüquq da məhduddur. Bəlkə özəl biraz qorxudur adamları ki, özəl bizdə biraz o qədər də dərdi olmayan bir səhətdir. Dövlət daha etibarlı görünür. Təbii. Ona görə mən qeyd elədim ki, dövlət zəmanəti ilə olmalıdır. Dünyanın hər yerində belədir. Yəni, özəl təqaüd fondları dövlət zəmanəti ilə və dövlətin sığortası ilə fəaliyyət göstərir. Bizdə bunun perspektivi var mı? Əlbəttə. Cəmiyyət baxımından hazırdırmı yəni bunun? Baxır o özəl təqaüd fondları nə təklif edəcək insanlara. Məsələn, qardaş Türkiyədə 11 özəl təqaüd fondu fəaliyyət göstərir. Onlar əhalini öz tərəfinə çəkmək üçün müxtəlif reklam kampaniyaları və cəlbedici təkliflərlə çıxış edirlər. Məsələn, elə özəl təqaüd fondu var ki, fərdi müqavilələr bağlayarkən topladığı vəsaitin təqaüdə çıxanda bir hissəsini bəri başdan ödəniş şəklində əhaliyə qaytarır. İnsanlar da o vəsaiti götürüb, məsələn, təqaüdə çıxıb 60 yaşında tutalım və yaxud da 65 yaşında əlində vəsait var.
öz həyatını yenidən qurmaq istəyir. Məsələn, gedir bir balaca dükan açır, balaca kafe açır və yaxud da xırda bizneslə məşğul olur və yaxud da böyük şəhərlərdə yaşayırdı uzun illər. Həyatı boyu bəlkə də arzu edir ki, dəniz kənarında öz yaşlı həyatını yaşasın. Gedir ev alır və yaxud da gedir köçür dəniz kənarında. Türkiyədə maşallah hər yer elə dəniz kənarıdır, necə deyərlər. Gedir yaşayır orada. Bizdə necə belə götürə bilər? Bizdə problem ondan ibarətdir ki, özəl təqaüd fondları yaransa, ora maraq göstərəcək yüksək əmək haqqı alanlar daha çox. Çünki məsələn elə insanlar var, mənim şəxsən tanıdığım insanlar da var ki, uzun illərdir ki, beynəlxalq təşkilatlarda işləyiblər, beynəlxalq qurumlarda çalışıblar və çox yüksək əmək haqqı alıblar. Və indi onların, məsələn, DSMF-də yarım milyona yaxın vəsaiti var. 400 min, 500 min vəsaiti var. O vəsaiti götürmək istəyirlər də, çünki insanın həyatı yetməz o qədər təqaüd almağa. Ona görə də, məsələn, indiki qanunvericilikdə orada müəyyən əngəllər var. O vəsaitin bir hissəsini heç olmasa götürə bilmirlər. Amma bunun faktiki özünün topladığı vəsaitdir də. Elə bil ki, banka toplayıb. Nə fərqi var? Özü qazanıb yığıb. İndi qanunvericilikdə incə dəyişikliklərlə, normal dəyişikliklərlə ona bu haqqı tanımaq lazımdır. Yəni, vətəndaş özü istədiyində vəsaitin bir hissəsini götürə bilsin. Və yaxud da onu vərəsəlik hüququ ilə başqalarına devr etməlidir. Məsələn, bizdə çox təəssüf ki, Allah eləməmişdir, insanlar həyatını itirir, dünyadan köçür. Məsələn, DSMF-də onun 50 min vəsaiti var, o vəsaiti ailəsinin çıxış imkanı yoxdur. Amma ailə o vəsaiti götürə bilsə, bəlkə məsələn, oğlunu təhsilinə, qızının təhsilinə xərcləyər, bəlkə bir ev alar. Hüquqi mexanizmi qurmaq olmalı. Əlbəttə, hüquqi mexanizmi yoxdur. Ancaq məhkəmə qərarı ilə olar, amma Azərbaycanda da insanlar bu hüquqi prosedurların axıra qədər getməsindən bəzən əziyyət çəkirlər. Məsələn, məhkəməyə müraciət edir, illərlə bu araşdırmalar geçsin. Ona görə qanunvericilikdə bu təsbit olunsa daha yaxşı olar. Məsələn, 50 min yığmışam, tutalım, müqavilə bağlayıram ki, bunun 30 minini mənə pərbaşdan verin, 20 mini təqaüdümə əlavə edərsiniz. Bu daha məntiqli olardı. Natiq bəy, Azərbaycanda pensiyaçılar əməklərinə uyğun pensiya ala bilirlərmi? Problem ondan ibarətdir ki, bizdə minimum təqaüdlə ən yüksək təqaüd alan insanlar arasında böyük bir fərq var. Ona görə də daha yaxşı olar ki, o median təqaüdə baxaq. Yəni, ölkə təqaüdçülərinin yarısına qədəri nə qədər təqaüd olur. Təəssüf ki, bu median təqaüdə baxanda bizdə 400-450 manat civarındadır. Bu çox azdır, həddindən artıq azdır. Amma yüksək təqaüd alanlar da var. Məsələn, dövlət qulluğunda çalışanlar olsun və yaxud da o çox az. O az bir qismi. Bəli, 28 minə yaxındır. Stajla bağlı pensiyanı görürük. 28 minə yaxın adam çox yüksək alır. Məsələn, 2 mində alan var, 5 mində alan var, hətta 7 min təqaüd alanlar da var ölkədə. Onlar çox azdır. Amma böyük əksəriyyəti, təqribən 900 minə yaxın təqaüdçülərin 900 minə yaxını 350-450 manat arası alır. 300 ya da 300-450 manat arası. Onların arxasında böyük bir əmək stajıdır. Əlbəttə. Bu baxımdan yəni bu əməyin uyğun pensiyanın ala bilməmələrinin obyektiv və subyekt səbəbləri varmı? Qanunvericilikdə 2006-ya qədər staj əsas götürülür. Və staja görə əmək haqqını hesablamaq formulu var idi. Sonradan müəyyən dəyişikliklər olundu. İndi əsasən DSMF-yə yığılan vəsait əsas götürülür. Yəni sizin orada yığdığınız vəsait 148 aya bölünür, dövlətin də üstünə gəlir ödəniş öhdəlikləri və sizin təqaüdünüz elə formalaşır. Yəni əhalinin təqaüdü elə formalaşır. Və bu staj məsələsini götürməklə faktiki olaraq insanların ömürlərini verdikləri əməyə biraz hörmət azalır sanki. Onda nə fərq olur ki, məsələn, mən 30 il çox aşağı maaşla işləyim, məsələn deyirəm. Çox az bir vəsait topluyum təqaüd fonduna, mənim 30 illik əməyim heç bir nəzərə alınmasın və yaxud da 30 il, 20 il heç işləməyim, məsələn. Son 10 ildə 5000 manatlıq bir maaşlı iş tapım, oradan da təqaüd fonduna 10 il ərzində yüksək vərbələrlər ödənilsin, məsələn, 100 min pul toplayıb, təqaüdə çıxanda da 1000 manat təqaüd alır, 1200 manat təqaüd alır. Yaxşı, 10 il işləyənlə 30 il işləyən arasında əksinə fərq yaranır da, 30 il işləyənin o stajı nəzərə alınmır. Demək olar ki. Bu yanlışdır əslində. Mənə elə gəlir ki, bu problemi həll etməyin əsas yollarından biri yenə də özəl təqaüd fondları ilə bağlıdır. Bizdə dövlət... Bu 90-cı illərin bir keçid dövrünü yaşadı və xeyli insanlar işsiz idi. Rəsmi işləri yox idi. Və həmin illər indi gəlib pensiya yaşına çatmış adamlar üçün o necə formalanma bilər ki, tutaq ki, o Sovet dövründə işlədiyi illər olub. Mənim 90-larda işsiz qaldı. Bu baxımdan, yəni bu pensiya, indiki aldığı pensiyanı, o narazılıq edir ki, məsələn, mən Sovet dövründə 30 işləmişəm, 20 işləmişəm, amma indi pensiya məbləğim azdır. Yəni bunun bir həlli yolu ancaq qanunvericilik yoludur.
qanunvericilikdəki dəyişikliklər yox. Ancaq yenə təkrarlayıram, 2006-ya qədər stajın əhəmiyyəti var idi. Açığın deyim ki, stajın əhəmiyyəti yoxdur. Siz elə Stajın əhəmiyyəti yoxdur. Demək olar ki, yoxdur. 5 il ən yüksək maaşla işlədiyiniz və o DSMF-yə yığdığınız vəsait sizin 30 il daha aşağı maaşla işləyib DSMF-yə yığdığınız vəsaitdən çox ola bilər. Sosial bərabərsizlik. Əlbəttə, sosial bərabərsizlik yaranır və bu insanlardan, belə deyək də, gözləntilərini xeyli dərəcədə qarşılamır. Yəni təkrarlayıram, ölkədə 1.200.000-dən çox təqaüdçü var, onun 900.000-i minimuma yaxın, minimum təqaüdə yaxın vəsait alır. Bu doğru deyil, bu yanlışdır. Ona görə də bunun çıxış yollarından biri məhz özəl təqaüd fondları ilə fərdi müqavilələrin bağlanması yoludur. Bir də ümumiyyətlə maaşların artırılmasına ehtiyac var. Ölkədə əmək haqqı bazarında maaşlar yüksək deyil. Prezident İlham Əliyevin sərəncamının ötən ilin dekabrında pensiyalar artırıldı, 320 manata çatdırılıb. Yəni 14% deyirlər pensiyalar artırılıb. Fikrinizcə pensiyaçıların rifahı və rahat qocalığı üçün hökumət hansı adımlar atmalıdır? Çox ağır sualdır əslində, yəni çox hər tərəfli sualdır. Belə bir sizin də təklifləriniz var. Təşəkkür edirəm suala görə. Əslində məsələn bizi ən çox belə narahat edən məsələlərdən biri nədir ki, biz çox tez-tez xarici səfərlərdə olanda biz görürük ki, hava limanlarının əsas müştərisi təqaüdçülərdir. Avropalılar, Amerikalılar, daha çox Avropalılar. Çünki onlar elə bir sistem qurulub ki, uzun illərdir, bu 2-ci Dünya Savaşından sonra, 45-ci ildən sonra elə bir sistem qurdular ki, təqaüdə çıxan insan daha tez təqaüdə çıxmaq istəyir, təqaüd yaşının aşağı olmasını istəyir. Daha yaxşı təqaüd aldığına görə həyatının yerdə qalan hissəsini səyahətlərdə keçirmək istəyir. Bizdə təəssüf ki, bax bu sistem işləmir, bu bağlantı işləmir. Nəyə görə işləmir? Dediyim kimi, maaşların az olmasından qaynaqlanır. Bir də təqaüdçülərin, məsələn, tələbatı var da, müxtəlif tələbatı var. Əsasən təqaüdçülərin daha çox tələbatı olur səhiyyə xərclərinə. Dərman xərcləri, hansı həkimə, çünki yaşla əlaqədar hamımızın başımıza gələsi işdir, necə deyərlər. Bunun iki yolu var. Ya burada indi Azərbaycanda yavaş-yavaş bu sistem oturuşur, bu sevindiricidir. Məsələn, bizdə icbari tibbi sığorta anlayışı var. Artıq yavaş-yavaş da olsa bu insanlara kömək eləməyə başlayır. Məsələn, mənim valideynlərim də bundan istifadə edirlər. Gedirlər pulsuz analiz verirlər, tomografiyadan keçirlər. Amma bunu daha da inkişaf etdirmək lazımdır. Bunu elə bir həddə gətirib çatdırmaq lazımdır ki, təqaüdçü səhiyyə xərclərinə pul ayırmasın. Məsələn, onun dərman ayağı da var. Türkiyədə var, bəzi Avropa ölkələrində var. Təqaüdçülər və sığortalılar, tibbi sığortadan istifadə edənlər bir çox dərmanlara pulsuz əldə etmə imkanları var və yaxud da çox ucuz əldə etmə imkanları var. İndi tibbi sığortanın o ayağını yavaş-yavaş gəlişdirmək lazımdır, inkişaf etdirmək lazımdır ki, təqaüdçülərin belə deyək, təqaüdü heç olmasa səhiyyə xərclərindən qorunmuş olsun. Siz rahat qocalığını təmin. İkinci bir məsələ nədir? Onu da deyim. Azərbaycanda çox qəribə belə bir tendensiya var. Məsələn, dünyanın hər yerində təqaüd yaşı artırılanda etirazlara səbəb olur. Bəli. Biz bunu Yunanistan'da görmüşük, Fransa'da görmüşük, dünyanın hər yerində görmüşük. Azərbaycanda təqaüd işləyənlərin böyük əksəriyyəti təqaüd yaşının artırılmasından narahat deyil. Əksinə hətta azalmasından narahat. Çox qəribə bir tendensiyadır. Niyə? Çünki Azərbaycanda 1.700.000 muzla çalışan var. Onların 900.000-i dövlətdə çalışır, yəni büdcədən maliyyələşən qurumlarda çalışır. Orada maaş istənilən halda təqaüddən çoxdur. İstənilən halda çoxdur. Yəni bu anlayır ki, 65 yaşında təqaüdə çıxanda, məsələn 1000 manat maaş alırdısa, indi 420 manat təqaüd olacaq. Ona görə uzatmağa çalışır. Bəli, 70 yaş, 80 yaş, bizdə imkan versələr 90 yaşına qədər insan Allah hamıya ömür versin, işləmək istəyər. Amma bunu Fransız eləməz. Bunu Yunan eləməz. Niyə? Çünki onların təqaüdü o qədər yüksəkdir ki, onlar əksinə deyirlər ki, biz 60 yaşında. Bu dispozisiya yaratılmır, yəni iş yerlərinin olmasını istəyirlər, amma pensiya azdır, işləmək istəyirlər. Əlbəttə. Bu yəni doğrudurmu yəni bu belə yanaşma? Maaşların təqaüddən çox olması nə qədər davam edəcəksə, insanların belə arzusu o qədər çox olacaq. Yəni maaşlarla təqaüdlər arasında bir balans yaranmalıdır. Heç olmasa 80%-nə qədər təqaüdlər yüksəlməlidir. Məsələn, 1000 manat maaş alırsansa, sən təqaüdə çıxanda minimum 800 manat təqaüd almalısan. Elə bir sistem yaratmaq lazımdır ki, bu 80%lik normanı hamıya aid etmək mümkün olsun. Dövlətin gəlirləri bunu yaratmağa imkan verirmi? Yəni? Burada da problemlər nədən ibarətdir? Burada da problem ondan ibarətdir ki, əhali sayını götürsək, bizdə təqaüdçülərin sayı getdikcə artır.
və doğuş azalır. Qocalır belə. Bəli, qocalma prosesi dünyada necə baş verirsə Azərbaycana da aiddir və çox təəssüf ki, bizdə doğuş indeksi də düşür. Yəni bizdə belə deyək də nəsillər arası həmrəylik konsepsiyası var idi. Evet. Sovetdən bəri biraz da qalmışdı o həmrəylik konsepsiyası. Yəni mən işləyirəm, atamın təqaüdünü təmin edirəm, mənim övladım işləyib mənim təqaüdümü təmin edəcək. Bu çox yanlış yanaşma. Bu həmrəylik məsələsini kənara qoyub iqtisadi məntiqə keçmək lazımdır məncə. Bunun da ən vacib elementlərindən biri ondan ibarət olmalıdır ki, təqaüd üçün Azərbaycanda təqaüdün artırılması üçün müxtəlif üsullar var. Məsələn, Norveç örnəyini götürsək, Norveçdə bir 10 il, 15 il bundan qabaq bir neft fondu var idi bizdəki kimi. Sonra onun adını dəyişdilər. Onun adını qoydular Təqaüd və Gənclərin Təhsil Fondu. İndi ora 1 trilyona yaxın vəsaiti var. Düzdür, indi Norveçdə daha çoxdur da, bizdən qat-qat çoxdur vəsait. İndi o vəsait hesabına təqaüdçülərə və təhsil almaq istəyən gənclərə daha çox vəsait xərcləyirlər. Hətta iş o yerə çatdı ki, məsələn, Norveç Türkiyə hökuməti ilə danışıb Antalya yaxınlığında bir şəhərcik salıb. 10 minə yaxın insan orada dincələ bilir. Təqaüdçülər növbə ilə Norveç ərazisində növbə ilə hərəsi bir ay gedib orada pulsuz dincələ bilər. O dərəcəyə qədər, yəni belə yatırımları var. Amma Azərbaycan reallığı da var. Mən anlayıram, mən xoşum gəlmir heç sol populist yanaşmadan, heç cür xoşum gəlmir. Amma reallığımız da ondan ibarətdir ki, vəsaitimiz o qədər deyil. Bizim hətta indi daha çox xərclərimiz artıb, işğaldan azad olunmuş torpaqlarımıza 23 milyarda yaxın artıq pul xərclənib və bundan sonra hələ iki o qədər də, yəni bir 70-80 milyarda yaxında vəsait lazım olacaq. Bunu nəzərə alsaq, bəli, bizim təqaüdlərin kəskin artırılması imkanları, fürsətləri məhduddur. Onda nə lazımdır? O lazımdır ki, təqaüdçülərin sərbəst məslək kimi bizneslə məşğul olmaq kimi fürsətləri olsun. Müəyyən bir güzəştlər olsun da. Məsələn, təqaüdə çıxan insan bir kafe açmaq istəyirsə, ona daha çox fürsətlər vermək lazımdır. Daha çox imkanlar vermək lazımdır. Vergi güzəştləri tətbiq eləmək lazımdır. Kiçik biznesə yönəltmək lazımdır. Təbii. Yəni və bu çox yaxşı effekt də verəcək. Çünki iş yerləri ilə bağlı Azərbaycanda indi təqaüdlə bağlı bir problem də odur ki, deyirlər ki, yaşlı insanlar getməlidirlər ki, gənclər gəlsin onların yerinə əmək bazarında yer tutsun. Bu da yanlış yanaşmadır. Əksinə, gənclər iş yerləri yaratmağa hədəflənməlidir. Gedibsə kimin iş yerini tutmağa yox. Onlara belə bir hədəf qoyulmalıdır. Yeni bir iş. Əlbəttə, yəni yeni iş yerləri yaratsın, yeni texnologiyalar inkişaf eləsin və s. Bu nöqteyi nəzərdən təəssüf ki, Azərbaycanda bu biznes mühitinin yaxşılaşdırılması ilə bağlı işlər ləng gedir. Və bu ləng getməsi də yeni iş yerlərinin yaranması problemini yaradır və yaşlı insanlar da təqaüdə çıxmaq istəmir. Bax, bu üçbucaq, belə bir üçbucaq yaranıb ki, bu belə deyək də, yanlış bir gözləntilər formalaşır. Azərbaycanda vaxtından əvvəl və yaxud da daha tez təqaüdə çıxmaq istəyən insanlar var. Onların sayı çox deyil. Daha çox dövlət qulluğunda çalışanlardır və yaxud da hansısa bir statusu olanlardır. Onlar da dediyim sayı 28-30 min civarındadır. Onlara sərf edir. Çünki onlar təqaüdə çıxanda müxtəlif əlavələr alırlar. Bir də baxsan 2 min, 3 min, 4 min təqaüd alırlar. Amma bu çox az sayılı insanlardır. Əgər ölkədə təqaüdçülərin bir 95%-i vaxtından daha çox işləməyə can atırsa, bu problemdir. Və bu problem həll olunmalıdır. Natiq bəy, pensiya məbləğinin artırılması ilə bağlı hansı addımlar atılmalıdır fikrinizcə? Burada özəl sektorunda dövlətin də görəcəyi işlər var. Təbii biz hamımız istəyərdik ki, təqaüdlərin minimum olsun 1000 manat tutalım. Hamımız istəyərdik, kim istəməz ki bunu. Amma bunun da yaratdığı dalğalar da var. İnflyasiya dalğaları var, qiymət artımı dalğaları var. Azərbaycanda dırnaq içində bir pis ənənə var da. Təqaüd və maaş artır sözü mediaya düşən kimi qiymətlər də artmağa başlayır. Yəni bax, bu bağlantını aradan qaldırmaq üçün daha çox məhsul istehsalı və satışının təşkili lazım. Yəni bu insanlar özəl sektorun, ona görə dedim ki, üzərinə böyük iş düşür. Özəl sektora münasibət daha da yaxşılaşmalıdır ki, bir bolluq yaransın. Təqaüdlər və maaşlar artanda o bolluq hesabına bazarda qiymətlərin tənzimlənməsi mümkün olsun. O məşhur Adam Smithin görünməz əl nəzəriyyəsi ən azından işə düşsün. Bu bir tərəf. İkinci tərəfdə dövlətin görə biləcəyi işlərin məhdud olduğunu nəzərə alsaq, məsələn, indi minimum təqaüd 320 manat. Tutalım bu oldu 500 manat. İnandırım sizi yenə narazı olacaq və haqlı olaraq narazı olacaq ki, 500 manat da azdır. Yəni bunun nöqtəsi gedib axır nöqtəsi çatmır. Ona görə də özəl sektor bu işə daha çox belə deyək, cəlb olunmalıdır. Bunun üçün isə özəl sektorun yükü azaldılmalıdır.
Məsələn, bugün özəl sektorda bir şirkət düşünün. Bir adam işə götürəndə nə baş verir? Həmin maaşı 10%-ni həmin şəxs sosial müdafiə fonduna ödəyir. Və üstə gəldə bəlli minimum məbləğ var, onu da ödəyir. İşə götürən isə 15% ödəyir. 25%. Bəli, sən indi 1000 manat maaş yazırsan, işə götürənlə işçi arasında bölüşdürəndə bunun az qala 40%-i dövlət büdcəsinə keçir. Bu yanlışdır axı, bu qədər böyük olmaz sosial müdafiə fonduna ödənişlər. Olmaz sadəcə. Yəni bu bizi nəyə gətirib çıxardır? Bu gətirir qeyri-legal iş yerlərinə, paketlə maaş verməyə və s. və s. Bunun qarşısını almağın yolu özəl sektorun yükünün azaldılmasıdır. Özəl sektor maraqlı olmalıdır ki, daha yüksək əmək haqqı versin və daha rəsmi çalışmağa sövq etsin vətəndaşı. İndi vətəndaşı da günahı yoxdur. Gəlir hətta oxumuş, bilikli bir vətəndaş düşünün, gəlir işə düzəlməyə, deyir mən rəsmi müqavilə istəyirəm, qeyri-rəsmi müqavilə ilə işləyəcəm və yaxud da ona minimum əmək haqqı yazacam. Həm də xoş rəqabəti də aradan qaldırır. Əlbəttə. Kariyerlə üzərində məsələlərdə. Bəs siz bayaq qeyd elədiniz, Azərbaycanda pensiya sayı milyondan artıqdır. Bu məbləğdir belə. Ümumi işlək əhali sayı içərisində bir 25% civarında yer tutur. Sizincə sonuncu sualını bilmək istəyirəm. Azərbaycanda pensiyaçılar cəmiyyətin həyatında hansı yeri tutur burada və dövlət və hökumət üçün pensiyaçılar hansı yerdədir? Belə baxanda pensiyaçıların gözlə görünüb əllə tutula bilmədiyi, amma ölkədəki ictimai-siyasi həyatın, iqtisadi həyatın içində olduğu bir çox məqamlar var. Bizdə bu ailə dəyərləri, ailənin bir-birinin sosial dayağı olması o qədər geniş inkişaf edib ki, bir çox ölkələrdən fərqli olaraq. Nənələr, babalar çox vacib işlə məşğuldur. Dövlət bunu görmür və yaxud da bunu qiymətləndirmir. Məsələn, uşaqların saxlanılması. Nəvələrin saxlayırlar, övladı və yaxud da gəlini və yaxud da fərqi yoxdur, onlar karyera qururlar. Bax, bu əməkdir də. Təsəvvür edin ki, baxıcı tutub. Ailə baxıcı tutsa nə qədər ödəmək? Ödəniş eləməlidir. Əlbəttə, ən azı bir Azərbaycanda Bakı reallığında 600-700 manatdan aşağı heç kim gəlməz. İndi sən nənə-baba buna pulsuz baxır. Dövlət bunu dəyərləndirməlidir ki, bu da əlavə dəyər yaradılmasında iştirak edir. Yəni, məsələn, bu nəvəsinə baxırsa, bunun övladı, gəlini fərqi yoxdur. Daha verimli çalışır, daha çox əlavə dəyər yaradır, daha rahatdır. Çünki uşaqla baxmağa belə bir imkan və fürsət var. Bunun müəyyən dərəcədə bir çox ölkələrdə artıq bununla bağlı ciddi müzakirələr başlayıb ki, bu əlavə dəyər yaradılmasında iştirakçı olduğuna görə bu dəyərləndirilməlidir. Məsələn, evdar xanımlara belə maaş verilməsi ilə bağlı bir çox ölkələrdə təkliflər səsləndirilir. Eyni qaydada nənə-babaya görə. Bizdə bu sosial dayanışma ailə içində o qədər güclüdür ki, bu dövlətin sosial müdafiə institutlarını bəzən əvəzləyir. Və dövlət də arxayınlaşır, hökumət də arxayınlaşır. Yəni, ənənə övlad mütləq atasına baxır, anasına baxır və hökumət də arxayınlaşır ki, zaten bunun təqaüdü azdırsa, övladı baxacaq, onun bir sosial dayanışma, ailə içi dəyərlər çərçivəsində o problemlər həllini tapacaq da. Bu yanlışdır. Yəni, hökumət buna arxayın olmamalıdır ki, bizdə sosial dayanışma var, ailə içi dəyərlər var. Əksinə, bunun pozitiv yöndə təşviq olunmasına çalışmalıdır. Bir nənə düşünün, zaten nəvəsini sevir, zaten onlara qulluq edir. Bir dövlət buna bir 200 manatda ödəniş eləsə, pis mi olar? Və bununla da həm onların təqaüdlərinin üzərinə bir əlavə vəsait gələr, həm onların xərcləmə imkanları, fürsətləri artar. Və hökumət də anlamalıdır ki, zaten ödədiyi vəsait geri dönür müxtəlif formalarda. Gedir alış-veriş eləyir, vergisini ödəyir, əlavə dəyər vergisini ödəyir, yenə geri dönür büdcəyə. Yəni, burada vəsaitin paylanılmasından o helikopteri pullar deyirlər buna çox zaman iqtisadiyyatda. Bundan çəkinmək lazım deyil. O pullar bir müddətdən sonra yenə dövlət büdcəsinə geri dönür. Təşəkkür edirəm Atbək. Mən təşəkkür edirəm. Minnətdarım maraqlı söhbətə görə. Hörmətli izləyicilər, aktual gündəmə baxdınız. Təşəkkür edirik.